deyirlər ki, uşaqlar repetitor yanına getməlidir, getməsə əgər universitetə girməyəcək, nəticələr zəif olacaq. İnandım və bunun üçün səylə çalışdım. Artıq imtahandan çıxanda hələ bir Şaiqin cavablarını yoxlamamış, Şaiq mənə dedi ki, müəllimə mən 300 balı yığmışam. Bizə sadəcə akademik biliklər deyil, həm də həyatın əsl dəyərləri öyrədilib. 9C sinifində təhsil aldığı sinifdə şagirdlərin 95% bu vəziyyətdədir. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xırdalan şəhər 9 nömrəli tam orta ümumi təhsil məktəbində sevinç dolu anlar yaşanıb. Məktəbin 9-cu sinif şagirdi Şaiq Abdullayev 2025-ci ilin buraxılış imtahanında yüksək nailiyyət göstərərək maksimum 300 bal toplayıb. Bu gün böyük bir sevinclə bildirmək istəyirəm ki, mən 9-cu siniflər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan buraxılış imtahanında 300 bal toplayaraq maksimal nəticə əldə etmiş, həm də Respublika Fənn Olimpiadalarında birinci medal qazanmışam. Bu uğur təkcə mənim deyil, həm də mənə dəstək olan müəllimlərimin də uğurudur. Uğurun sirri sadədir. İnandım və bunun üçün səylə çalışdım. Mən inanırdım ki, 300 bal yığa bilərəm və imtahandan çıxandan sonra 300 bal yığacağıma əmin idim. Cavablar çıxanda da çox sevindim. İlk olaraq kimə məlumat verdin? İlk olaraq sinif rəhbərimə məlumat verdim. Çox sevindi və təbrik elədi məni. Gələcəyə baxarkən əsas məqsədim daha da böyük uğurlara imza atmaq və vətənimə, xalqıma layiqli övlad olmaqdır. Məktəbin direktoru Şahin Yusufov yüksək nəticə göstərən şagirdi dərs zamanı sinifdə şəxsən təbrik edib. Direktor Şaiqin uğurunu onun zəhmətinin, əzmkarlığının və müəllimlərin peşəkar fəaliyyətinin nəticəsiz kimi qiymətləndirib. Məktəb üzrə ən yüksək nəticə göstərən Şaiq Abdullayev həm də müəllimlərinin, həm də sinif yoldaşlarının fəxrinə çevrilib. Onun bu uğuru məktəb kollektivində böyük coşqu ilə qarşılanıb. Abdullayev Şaiq 300 bal toplayıb. Şaiq 9-cu sinif şagirdidir. Şaiqin çox istedadlı, çox talantlı bir şagird olduğunu sinif rəhbəri bizə çatdırmışdı. Şaiq üzərində aylardır hər birimiz dəstək olduğuna, Şaiq ilə birlikdə çalışdıq ki, Respublika Fənn Olimpiadasında Şaiq riyaziyyat fənnindən bürünc medal qazandı. Bununla bərabər Şaiq gecəni günüzə qatıb oxumağa başladı. Biz onunla dəfələrlə söhbət apardıq. Son 9-cu siniflərin buraxılış imtahanında Şaiqin 300 bal toplanmasını eşidəndə bütün kollektiv məktəb hər birimizin sevincinin həddi olmadı. Bu böyük bir uğurdur, böyük bir qələbədir. Şaiq ilə bərabər 9-cu sinifdə 295 bal, 296 bal, 292 bal toplayan şagirdlərimiz çoxdur. Deyim ki, 9-cu siniflərdən hardasa 28 şagirdimiz fərqlənmə attestat alacaq. Qırmızı attestat alacaq. 11-ci siniflərdən 22 məzunumuz fərqlənmə attestat alacaq. Bunların hər biri artıq namizəddir. Keçirilən imtahanların nəticələrinə baxmışıq. Məktəbdə çox yüksək bir, belə deyim ki, təhsildə nailiyyətlərimiz var, irəliləyişlər gözlənilir. Deyirlər ki, uşaqlar repetitor yanına getməlidir, getməsə əgər universitetə girməyəcək, nəticələr zəif olacaq. Amma mən bunun əksini deyərdim sizə. Deyərdim ki, Şaiq çox yüksək bir səviyyədə hansısa bir deyim, hazırlıqlara müəllimlərin yanına getməyib. Şaiqin çünki ailəsində o, belə deyim ki, ona dəstək olacaq vəziyyət deyil ki, yəni maddi cəhətdən ki, Şaiqi hazırlıqlara geçsin. Şaiqin hazırlıqları öz üzərindədir. Şaiq çox məsuliyyətdir. Özü hədsiz dərəcədə gecə-gündüz öz üzərində çalışan bir şagirddir. Şagirdin ailəsi ilə, atası ilə bir-iki dəfə görüşümüz olub. Atanın bir sözü var ki, oğlumu sizə vermişəm, oğlumdan müğayyət olun. Və atanın bir sözü var. Oğlumun üzərində ciddi nəzarət eləyin, qoyulmam uşağım oxusun. Atanın bir sözü var ki, mən çox kasıb bir həyat yaşamışam, yaşayıram, mənim övladım ali təhsilli olmalıdır. Həqiqətən də övladın çox gözəl bir istedadı var, çox gözəl bir qabiliyyəti var. Bunların 9C sinifində təhsil aldığı sinifdə şagirdlərin 95% bu vəziyyətdədir. Yəni, uşaqlar çox səxavətli, çox istedadlı. Deyim ki, dərs zamanı o şagirdlər tənəffüsə çıxır. Hər birinin bir düşüncəsi var oxumaq. Həmin sinifdən gələcəyini görürəm ki, bir 4 şagird orada 700 bal toplayacaq. Mən bunu görürəm, bəli, orada bizim dəfələrlə söhbətimiz olub. Uşaqların içərisində tez-tez oluram. Olduğum bir zamanda onlarla söhbət etdikcə, onların hər birinin gələcəkdə yüksək dünya səviyyəli təhsil almaq düşüncələri var. Belə deyərdim sizə. Və bunların da hər biri sakit, şagirdlərin hər birinin baxırsan bir amalı var, elm dalınca getmək.
Şagirdin sinif rəhbəri Elnarə Abdullayeva da bu nailiyyəti böyük qürur hissi ilə qarşılayıb. O bildirib ki, Şaiq dərslərində həmişə məsuliyyətli, səbirli və çalışqan olub. Mən 5-ci sinifdə Şaiqi tanıdım. 5-ci sinifdə artıq onda olan potensialı görə bilirdim. Biz inandıq, Şaiqə inandım və səylə çalışdıq. Bunun nəticəsində biz uğurumuzu əldə etdik. Mən inanırdım. Artıq imtahandan çıxanda hələ bir Şaiqin cavablarını yoxlamamış. Şaiq mənə dedi ki, müəllimə mən 300 balı yığmışam. Gəldi, yoxladıq cavabları, bir daha əmin olduq. Cavablar çıxanda da, yəni o sevinci, o keçirdiyim hissləri təsvir etmək çox çətindir. Şaiqin topladığı bal, maksimal bal, əldə etdiyi uğur, yəni biz üçün çox sevindirici bir hal oldu. İnanıram ki, Şaiq 11-ci sinifdə də ən yüksək maksimal balı toplayaraq məktəbimizin adını bir daha yüksəldəcək. Şaiq bu potensiala sahib idi, amma biraz dəcəllikləri var idi. Arada bu dəcəlliklər onun dərslərində biraz maneçilik törədirdi. Hər bir şagird səylə çalışsa, telefondan uzaq dursa, sosial şəbəkələrdən uzaq dursa, 300 balı toplaya bilər. Çünki imtahan sualları o qədər də çətin deyil, sadəcə səylə çalışmaq lazımdır. Şaiq də bunun öhdəsindən gəldi. Yəni təkcə Şaiq deyil, onun fən müəllimləri, ona dəstək olan müəllimlərlə birlikdə Şaiq bu nəticəni, bu uğuru əldə edə bildi. Şaiqin gələcəyini necə görürsünüz? Mən Şaiqin gələcəyini çox yüksək zirvələrdə görürəm. İnşallah ki, belə də olacaq. Çünki əgər bir şagird qarşısına məqsəd qoyursa, ona nail olur. Şaiq də belə bir şagirdlərdəndir. İnşallah ki, öz məqsədinə çatacaq. Uğurlarını əldə edib vətəninə, xalqına layiqli övlad olacaq. Şaiqlə yanaşı bizim digər şagirdlərimiz də 200-dən artıq bal toplayaraq nəticə əldə ediblər. İnşallah ki, 11-ci sinifdə biz 3 qırmızı attestat deyil, 1-8 qırmızı attestat gözləyirik. 10 şagird 200-dən artıq bal toplayıb sinifimizdə, bəli. 10 şagird, yəni bir sinif üçün bu böyük bir uğurdur. İnşallah ki, 11-ci sinifdə də bunların bir neçəsi 300 bal olacaq. Qeyd edək ki, Şaiq Abdullayev gələcəkdə yüksək texnologiyalar sahəsində təhsil almağı və ölkənin inkişafına töhfə verməyə qarşısına məqsəd qoyub. Mən birinci qrupa hazırlaşıram. IT sahəsində kompüter mühəndisi olmaq istəyirəm. İlk növbədə Şahin müəllimə xüsusi təşəkkürlərimi bildirmək istəyirəm. Onun rəhbərliyi altında bizə sadəcə akademik biliklər deyil, həm də həyatın əsl dəyərləri öyrədilib. O həmişə bizim yanımızda olub, bizə motivasiya verib. Sinif rəhbərim Elnarə müəllimə də dərin təşəkkürümü bildirirəm. O mənim üçün təkcə bir müəllim deyil, həm də mənim ən böyük dəstəkçim oldu. O həmişə mənə qayğı ilə yanaşdı və mənə inandı. Onun bu nailiyyəti xüsusilə də buraxılış imtahanında 300 bal toplaması məktəbin digər şagirdləri üçün də motivasiya mənbəyinə çevrilib. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.